Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in. Ve sallallahu ala rasulih el-amin. Ve alihil meyamin ve la'nu ala a'daihim a'daillah ve munkiri fezailihim ecma'in. Minel an ila yevmiddin. Amma ba'd Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu qavli bi haqqi Fatime ve abiha ve ba'liha ve baniha ve sirril mustavda'i fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hanım Fatime selamullah aleyha Allah'ın yeryüzünde sevdiği ve beğendiği bir şəxsiyyət. O şəxsiyyət ki, onun ehtiramı sonuncu Peyğəmbərin yanında nə qədər olub, bundan daha çox başa düşmək olur. Xanım Fatimə o şəxsidir ki, o zaman ki, Həzrəti Peyğəmbərin evinə gələrdi, öz evindən. Həzrəti Ağa Rəsulullah tamamı qaməti ilə durardı ayağa. Xanım Zəhranın mübarək əllərindən öpərdi, əllərin sinəsinə sıxardı. Deyərdi, ay gözümün nuru, xoş gəlmisən, ürəyimin sevinci, ürəyimin şadlığı, qəlbimin şadlığı. Rivayətlərdə var ki, Həzrəti Peyğəmbər xanım Zəhranı görəndə bəzən ağlayardı. Bəzən xanım Zəhranın müsibətin, gələcəkdə olan müsibətinə görə ağlayırdı. Bəzən sevinç gözyaşlarından ağlayardı ki, qızım çox sevinərdi. Deyərdi, qızım, gəlmisən, evim zinətlənib. Qızım, sən gəlmisən, səni görəndə qəlbim bu qədər şad olur. İnsan görürsən, özünə əziz bildiyi, sevdiyi, doğma bildiyi bir adamı öz qapısında görəndə insanın qəlbi nə qədər sevinər. İndi gələsən, Peyğəmbər qəlbin sevindirəsən. Peyğəmbər o şəxsi qapısında görəndə sevinərdi. Ürəyi şad olardı. İmam Rıza Aleyhisselam deyir ki, Əli Aleyhisselam buyurdu ki, Həzrət Peyğəmbər mənə buyurdu ki, Müteala Allah deyir ki, əgər əlini yaratmasaydım, xanım Zəhraya bir həmtay yarada bilir. Həmtay yox idi. Əvvəldən axıra bütün yaranmışlar içində xanım Zəhraya həm həyat yoldaşı, həm həmtay, həm oxşar heç biri yox idi. Olmazdı. Əgər əlini yaratmasaydım. Baxın, xanım Zəhranın kimliyində Həzrəti Əlinin də şəxsiyyətini tanıtdırır. Eynən Həzrəti Əli böyük bir şəxsiyyət, barəsində vəhiy söz açan bir şəxsiyyət, onun həmtayı yalnız və yalnız xanım Zəhra səlamullah əleyha. Yəni vəhiy bundan da söz açıb, Əlinin timsalında bundan söz açıb. Ki o Həsən ibn Süleyman o müxtəsər kitabında deyir, nəql edir ki, İbn Abbasdan Həzrət Peyğəmbər dedi ki, əmoğlu Əli, əgər Müteala Allah mənə dedi ki, mən xanım Zəhranı qismət elədim, verdim Həzrəti Əliyə. Əgər onu ondan zövcə eləməsəydim, onu ondan zövcə elədim, yeri də xanım Zəhranın mehriyəsi qərar vermişəm. Əmoğlu Allah mənə buyurdu ki, əgər yer mehriyə-i Zəhradır, Zəhranın mehriyəsidir. Əgər bir nəfər yer üzündə gəzə, amma Əlinin haqqına zülm eləyə, haqqı yoxdur yer üzündə gəzə. Yer üzündə gəzib Əli haqqına zülm eləyənlər zalimdirlər. Onların həqləri yoxdur yer üzündə gəzməyə. Onlar ki, sənə zülm eləyələr, yer üzündə yaşayalar, onların yaşamaq haqları yoxdur. Ki, xanım Zəhranın mehriyəsidir bu yer. Sizin izdivacınızda bu mehriyəni qərar vermişəm. Baxın, aləmdə Həzrət Peyğəmbər deyir, aləmdə Müteala Allah insanın yer üzündə yaşayışının həqiqətin, haqqın bu cür bəyan eləyir. Heç kimin haqqı yoxdur. İmamın haqqın tapdalıya,
Xanım Zəhranın haqqını tapdalıya. Xanım Zəhranın barəsində bir kəlmə əley söz deməyə heç kimin haqqı yoxdur. Belə bir şəxs varsa yer üzündə yaşamaları haramdır. Xanım Zəhra salamullah əleyha Həzrəti Əli əleyhissalamın həqiqətən qəmxarı idi. Bizə baxın, Xanım Zəhranın şəhadəti eynən bənzir İmam Rızanın da şəhadətinə. İmam Rızanın ağanın şəhadəti bənzir Xanım Zəhranın şəhadətinə. İmam Rızanı şəhid eləyən hamıdan qabaq imamın cənazəsi yanında gedirdi ağlıya-ağlıya. Müsibət görmüşlər kimi əlin başına vura-vura. Məmun Abbası xəlifəsi. Elə bir formada ahu nalə eləyirdi ki, heç kim onun İmam Rızanı o şəhid eləyib, o öldürtdürüb düşünülməsin. Xanım Zəhra o şəxs idi ki, onun qatilləri, ona zülm eləyənlər, xanımın dəfn məsələsinin, prosesin səhər açılandan sonra bildilər, çox böyük narahatçılıq elədilər ki, niyə biz Peyğəmbər qızının şəhadətində, dəfnində iştirak eləyə bilməmişik? Ta zamanla tarix bunları qınamasın, ta cəmiyyət bunlara nifrət eləməsin. Əgər nifrət eləməyə hələ ürəyi olan cəmiyyət var idisə, əgər o zamanda cəmiyyət var idisə, Xanım Zəhra şəhid olmazdı. O cəmiyyət haqqı görən gözün çıxartmış bir cəmiyyət idi. Qulağın kar eləmiş, haqqı eşitməkdən məhrum eləmiş bir cəmiyyət idi. Ona görə onlar cürət tapmışlar, Xanım Zəhranın evinə hücum çəkdilər. Amma gələcək haqqı deyən, haqqı eşidən o zamanda da az da olsa o şəxsiyyətlər var idi. Və gələcəkdə insanlar az da olsa haqqı eşitməyə, ürəyi olan, qulağı olan, gözü olan, görməyə bu cür insanlar vardılarsa gələcəkdə bunlara nifrət eləməsinlər, bunlara lənət oxumasınlar. Bunlar bundan istəyirlər tarixlərini düzəldələr. Adlarına o ləkə qoyulmasını bunu aradan aparalar. Özləri xanıma zülm eləyib, özləri dəfnində niyə iştirak eləməmişik, etiraz edirdilər. İmam Rızanın qatili kimi. Məmun görərdiniz, kaş o səhnə bir dövrə görsənəydi, insan görəydi ki, Məmun necə İmam Rızanın dəfn mərasimində nə cür can o dildən iştirak edirdi. Əmoğlu, sən bizim aramızda böyük neymət idin, sən bizim aramızdan getmisən. Xanım Zəhra salamullah əleyha o şəxsidir ki, Allah öz qəzəbin onun qəzəbi ilə, öz razılığın onun razılığı ilə eləyib. Allah dünyada insanlara baxın, razılığın bildirmək üçün müəyyən əlamətləri görsədib. Öz qəzəbin bildirmək üçün müəyyən əlamətlər görsədib. Xanım Zəhra o şəxsidir ki, Allah, Həzrəti Peyğəmbər deyir, Allahın qəzəbi Xanım Zəhranın qəzəbidir. Allahın razılığı Xanım Zəhranın razılığıdır. Haçan bir nəfər Xanım Zəhranı incitsə, Allahı incidib, Həzrət Peyğəmbər deyir. Kim qızım Fatiməni incitsə, məni incidib. Kim məni incitsə, Allahı narazı salıb, Allahı incidib. O ərəbin məşhur şairlərindən biri dedi ki, Xanım Zəhra şikayət eləmədən, şikayətsiz qəzəbi ilə Allah qəzəblənir. İndi gələ Xanım Zəhra qiyamətdə ümmətdən şikayət eləyə. Gör ilahinin qəzəbi nə həddə olar. Şikayət eləmədən qəlbi sinan Xanım Zəhra, qəlbi dolanan Xanım Zəhra, qəzəblənən Xanım Zəhranın ehtiramına Allah bəndələrinə qəzəblənər, yaratdıqlarına qəzəblənər. İndi gələ Xanım Zəhra ümmətdən şikayət eləyə. Görəsən bunun şikayətinə Allah necə qəzəblənər. Xanım Zəhranın varlığın Allah özü qoruyub. Allah onun özü qorumağa, öz qorunmaqlığın özünə nisbət verməklə istəyib insanlara deyə bunu qorumaq sizin insani borcunuzdur. Boynunuzda haqq edib Peyğəmbər qızın qoruyasınız. Bu mənim yer üzündə məktəbimi kamil formada təcəssüm elətdirən böyük bir şəxsiyyət. Allah məktəbini real yaşayan bir şəxsiyyət Xanım Zəhra salamullah əleyha. Həzrəti Zəhra salamullah əleyha o şəxsidir ki, Peyğəmbər deyir ki, sənin qəzəbin mənim qəzəbimdir, qızım. Yəni, nə badə məndən sonra kimlərsə qızım sənin qəzəbləndirə. Onlar ki, səni qəzəbləndirdilər, bilsinlər məni ilə düşməndilər. Həzrəti Peyğəmbər Əmmarın barəsində demişdi ki, səni bir dənə zalim qovm öldürəcək.
Cəməl müharibəsində Zübeyrin gözü gəzirdi. Görən Əmmar buradadır ya yox. Dedilər, Zübeyir, niyə belə təlatümdəsən? Nədir səni nigaran eləyən? Dedi, Peyğəmbərdən eşitmişəm. Dedi, Əmmarı zalim qövmü şəhid eləyəcək. Bu döyüşdə Əmmar o ölsə, hamı biləcək o zalim Təlhə ilə mənəm. Zübeyrin hələ qayıtmaq bir yeri var idi. Təlhə daha çox azğın idi. O, bilirsiniz də, məruf sözlərindən biri buydu. Deyirdi, bu Peyğəmbərə baxıb gəlib, hələ Peyğəmbərin sağlığında deyirdi ya, gəlib bizim əmimiz qızları ilə görüşməyə bizə icazə vermir. Amma bizim bəzi dünyadan köçənlərimizin xanımın özü bir müddətdən sonra, o iddəsi bitəndən sonra özü alır. Mən də niyyət eləmişəm, Peyğəmbər dünyadan köçən kimi onun xanımlarından birini alacam. Ayə nazil oldu, dedi ki, Peyğəmbərin xanımları Peyğəmbərdən sonra heç kimə gedə bilməzlər, heç kimlə ailə qura bilməzlər. Bu cür ürəyində kin-küdurət olanlara bax. Bunlar Peyğəmbər yaşaya-yaşaya Peyğəmbərə düşmən idilər. Amma Peyğəmbər bu düşmənlərin arasında bəzi sözləri deyirdi. İnsanlar sabah deməsinlər Peyğəmbərdən eşitməmişik. Necə ki, Qədirxumda bu sözü çox deyirdilər. Qədirxumdan sonra ki, eşitmədik ki, Peyğəmbər nə demişdi. Eşitmədik ki, Peyğəmbər orada kimi öz yerinə xəlifə qoymuşdu. Peyğəmbər bütün insanların bəhanəsini kəsmək üçün müəyyən ifadələri istifadə edirdi. Eynən xanım Zəhranın adını bir çox məclislərdə çəkirdi, bir çox yerlərdə çəkirdi ki, razılığım qızım Fatimənin razılığıdır. Qəzəbim qızım Fatimənin qəzəbidir. Allah onun razılığı ilə razı olar, Allah onun qəzəbi ilə qəzəblənər. Bunlar buna xatir idi ki, insanlar başa düşsünlər. Həqiqət kimdir, qeyri-həqiqət kim? Haqq kimdir, haqqı tapdalayan kim? Adil kimdir, zalim kim? Peyğəmbər bir xanım Zəhranın həyatında bu ölçüləri təyin eləmişdi. Xanım Zəhra belə bir şəxsiyyətdir. Vəhyin qapısında böyüyüb, vəhyin yolunda şəhid olub, vəhyin, məktəbin, abrın və heysiyyətin müdafiə eləyib. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.